siz Qarabağa gələndə bəlli məsələdir ki, həmin mövqedə Yasin Beyziyə çıxış edirdi. Və mediada hətta Yasin Beyziyə klubdan ayrılmağı artıq xəbərlər dolaşanda bir çoxlar düşündülər ki, bu ilk növbədə Kadidən irəli gəlir. Ümumiyyətlə, Beyziyə ilə münasibətiniz necə idi? Çox yaxşıdır. Bizim yaxşı münasibətimiz var. Çünki geri qayıdandan sonra biz birlikdə oynadıq. Məncə, biz birlikdə yola gedirdik. Bu qərar Benziya ilə bağlıdır. Bu onun qərarıdır. Mənim geri qayıtmağımın Benziyanın vəziyyəti ilə heç bir əlaqəsi yoxdur. Bu, onun və klubun qərarıdır. Mən bu vəziyyətin səbəbi deyiləm. Və o fikrə gəlincə ki, əgər mən geri qayıtsam, onda ya mən ya da Benziya ehtiyatda oturmalıdır, yox, əsla. Biz burada olanda hər oyunu birlikdə oynamışıq. Ona görə də mən buna inanmıram. Yəni, xəbərlərdən əksəriyyəti ilə biz o informasiyanı aldıq ki, klubda ən çox məvacib olan sizsiz və Benziya daha çox elə sizin aldığınız maaşı istəyirdi deyə. Mən bilmirəm, media istədiyini yazır. İndi Junu ilə bağlı da elədi. Mən onunla söhbət etmişəm. Etməmişəm, heç özüm də bilmirəm. Mənim üçün Krasnodarda və Ferencvarosda olanda həmişə deyirdilər ki, Kadi qayıdır. Amma o vaxt heç vaxt qayıtmağı düşünmürdü. Və həqiqətən də qayıdanda heç kimin xəbəri belə olmadı. Media çox vaxt həqiqətə uyğun olmayan şeylər yazır. Məncə bu da həqiqət deyil.